Hər birinizi salamlayıram. Bugün yeni bir mövzu haqqında deməli video çəkəcəyik. Hansı ki, bu mövzu yenə də potensialımızla bağlıdır. Potensialımızı aşarkən bizim gizli düşmənlərimiz. Hansı ki, bir çoxumuz ya bunun fərqində oluruq, ya da ki, fərqində olmuruq. Həmin bu zehin xətaları, bir növ düşüncə xətaları, daha çox daxilimizlə bağlı məsələlər bizim potensialımızı aşmaqda çox böyük maneəçilik törədə bilir. Bir çoxumuz nəzərə alsaq ki, yəni Azərbaycan ailələrinin bir çoxları daha çox mükəmməlliyətçilik, hər şeyi yaxşı etməlisən, yəni ən yaxşısını etməlisən kimi və ya da ki, ən yaxşı qiyməti almalısan. Bu şəkildə böyüdüldüyümüz üçün bizdə mükəmməlliyətçilik yarası yaranıb. Yəni hər şeyi mükəmməl etməliyəm və ya da ki, yəni əgər mən potensialımı açıramsa və bunu ortaya qoyuramsa, burada hər şey mükəmməl olmalıdır. Və ya da ki, mən bunun üçün doğru zamanı, yəni hazır olduğum zamanı gözləməliyəm. Bu kimi bir illüziyalar içərisinə düşə bilirik və bu da əslində bizim var olan potensialımızı ortaya çıxarmağa, bir növ belə deyək də, bunu bir həqiqətən də dünyaya saçmağa və dünyaya göstərməyə çox maneə ola bilir. Və biz düşünürük ki, yəni mənim bacarıqlarım yoxdur, mənim potensialım yoxdur, mən onsuz, yəni ayda mən yəni heç bir şey bacarmayacağam kimi bir düşüncə formalaşa bilir. Əslində isə belə deyil. Yəni həyata baxarsaq həyat belə bir yer deyil. Yəni bizim üçün mükəmməl bir zaman, mükəmməl bir zamanlama və ya da ki, yəni əslində istədiyimiz və ya ehtiyacımız olan qədər zaman varmı? Bura çox sual altında olan bir məsələdir. Çünki yəni nəticədə həyatın öz qayda qanunları var və həyat bizə bununla bağlı bir fürsət, şans verməyə bilər. Yəni potensialımızı ortaya qoymaq üçün bəlkə kifayət qədər zamanımız olmaya bilər burada və ya da ki, bəlkə də o istədiyimiz və ya gözlədiyimiz fürsət, şans heç vaxt əlimizə keçməyə bilər. Bu da yəni həyatın əslində reallığı, real üzlərindən biridir. Gəlin başlayaq bunları bir növ etap şəklində, maddələr şəklində bölməyə. Burada mən qeydlər də aparmışam özüm üçün. Bunları bir-bir açaq və danışaq, görək nələr var, nələr yox. Mükəmməlliyətçilikdən danışmaq istəyirəm mən birinci. Düşünürük ki, yəni hər şey mükəmməl olmalıdır. Nə bilim, tutaq ki, sən sosial media üzərindən bir şeylər etməyə çalışırsan ki, hazırki dövrdə sosial media üzərindən yəni iş qurmaq çox əlçatandır və asandır hardasa. Çünki hər birimizin yəni ən azından smartfon telefonları var və bu bizim üçün əlçatandır ki, biz evdə olsaq belə, evdən belə yəni videolar çəkərək, yəni bir şeylər eləyərək başlaya bilirik əslində. Amma bu mükəmməlliyətçilik, hansı ki, mən səhv etsəm, yəni mən sevilmərəm, ya mən tənqid olunsam, ya da ki, görünmək yarası ki, bir çoxumuz üçün görünmək təhlükəli bir növ belə deyək də, təhlükəliymiş kimi gəldiyi üçün dolayısıyla görünmək çox çətindir və ya da ki, bir çoxumuz üçün ümumiyyətlə əl çatmayan olmaya bilər. Məsələn, ola bilər ki, sənin ailən çox avtoritar, yəni həddindən çox bir növ belə deyək də, çətin bir ailədir, hansı ki, icazə vermirlər, yəni sənə sosial mediada öz üzvü göstərəsən, yəni üzvü göstərərək paylaşımlar eləyəsən ki, bunun üçün də əslində həll yolu var. Yəni üzünü göstərmədən belə bir çox insanlar var ki, əslində sosial mediada yəni işini qura bilir və qazanclar əldə edə bilir. Bu da bir illüziyadır əslində. Və ya ola bilər ki, məsələn, sən tutaq ki, ailəlisən və sənin həyat yoldaşın buna icazə vermir. Bu kimi real maneələr də ola bilər əslində. Hansı ki, çətindir yəni sənin üçün. Həqiqətən də bu situasiya çətindir və burada reallıq budur ki, yəni icazə yoxdur həqiqətən də. Amma bəzi gənclər xüsusən də ola bilir ki, məsələn, biz həmin bu mükəmməlliyətçilik yarasının tələsinə düşə bilirik və düşünürük ki, yəni mən başqa təlimlər də alım, qoy tutaq ki, belə marketinqlə bağlı təlim alım və ya da ki,
sosial media ilə bağlı və ya da ki, tutaq ki, mən hansı sahəni seçmişəmsə, o sahədə ixtisaslaşmaq istəyirəmsə, onunla bağlı yeni təlimlər alım falan filan bu şəkildə başlayaram kimi gözlədirik. Yəni əslində o istədiyimiz həyatı bir növ belə deyək də əldə olan, yəni bacarıqlarımızı gözlədirik ki, nə vaxtsa yəni uyğun zaman gələcək və mən başlayacağam. Bu əslində yəni potensialımızı açarkən və özümüzü ortaya qoymağa çalışarkən ən böyük maneədir. Hansı ki, bunların bir çoxu sadəcə zehnimizdə, daxili dünyamızda yaranır. Yəni zehnimiz burada o qədər hakimdir ki, idarə edəndir ki, və biz ona bir növ söz keçirə bilmirik, yəni. Və ya da düşünürük ki, yəni mənim motivasiyam yoxdur, motivasiyam artsın, başlayacağam. Ki, motivasiya əksikliğinin əslində və ya da ki, olmamasının və ya da ki, motivasiyanın bir növ belə deyək də, belə dalğavari olmasının səbəblərindən biri həmin bu özgüvənsizlik, mükəmməlliyətçilik və daxili tənqidçi səsdir. Hansı ki, çox maneə olur və bunlar bizdə motivasiya əksikliyinə gətirib çıxara bilir. Yəni, motivasiyamız bir növ belə deyək də, bir gün olur, bir gün olmur və ya da düşünürük ki, potensialımı açdımsa, hər gün motivasiyalı olacağım. Amma bizim unutduğumuz bir şey var. İnsan təbiəti yəni çox fərqli bir mexanizmadır və insan təbiətində yalnız bir düz xətt üzrə deyil, xüsusən də xanımlar üçün. Çünki bizim aylıq, yəni 4 fəsildən keçirik. Daxili dünyamız 4 fəsildən keçir və dolayısıyla bizim hormonlarımızın yəni təsiri altında, yəni biz bir düz xətt üzrə, yəni motivasiyalı ola bilmədik, belə bir şey yoxdur, yəni. Bu reallıq deyil və sənin özündən belə bir şey gözləməyin isə ümumiyyətlə çox realistik və bir növ ədalətli deyil əslində. Çünki sənin təbiətin bu şəkildə qurulmayıb, yəni sən hər gün motivasiyalı ola bilməzsən və insanı bir növ o potensiala kökləyən və potensialı bir növ belə deyək də, o açmaq yolunda sənə lazım olan vacib bacarıqlardan biri davamlılıqdır. Davamlılıq çox önəmlidir ki, sən bir şeyləri inşa eləyəsən. Yəni o əkdiyin toxumu cücərməsi üçün sən ona hər gün kiçik də olsa baxım verməlisən ki, o nəfəs alsın, o böyüsün. Və bu qaçınılmazdır ki, yəni bir növ belə deyək də, sən hələ ki toxumsan və torpağa yeni bastırılmısan və sənin təbii ki cücərməyin və bir ağac olmağın zaman alan bir şeydir və ya da ki, yəni belə deyək də, məhsul verməyin, böyüməyin zaman alan bir şeydir və sən özünü başlayırsan, hansı ki bar verən bir, yəni bir növ belə deyək də, bunu bu şəkildə izah edeyim. Yəni sosial mediada məşhur olan, artıq satışları, yəni özünü göstərən və məşhur olan birindən özünü müqayisə etməyə başlayırsan. Bu əslində özünə etdiyin ən böyük haqsızlıqdır. Çünki sənin yolun sənə aiddir və bu unikaldır, yəni bu özəldir, sənə özəldir və sən özünü başqaları ilə müqayisə etməklə özünü həm kiçildirsən, həm də ki öz bacarıqlarına, öz potensialına haqsızlıq edirsən. Yəni bunun fərqində deyilsən. Və buna görə də yəni içindəki o tənqidçi səsi dinləmək əvəzinə və ya da ki özünü həddindən çox müqayisə etmək əvəzinə bir növ papağımı qoy qarşıma, məndə nələr var, nələr əksikdir, nələri düzəldə bilərəm, nələri yəni həmin o zəif tərəflərimi bir növ bastırmadan onları görərək, qəbul edərək nələr eləyə bilərəm, onların üzərinə nə kimi məsələn tutaq ki, bacarıqlar əlavə edə bilərəm. Bunlara baxsan daha yaxşı olar və bir növ belə deyək də, özünü incitməzsən, yəni daha realistik bir şəkildə özünlə münasibət qura bilsən, o zaman təbii ki, sən potensialını ortaya qoymağın o qədər çətin olmayacaq əslində. Bu yolda çətinliklər, maneələr olacaqmı? Əlbəttə olacaq. Yəni bu səndən asılı olan və ya ki səndən asılı olmayan səbəblərdən dolayı bəzi məqamlar, yəni bəzi bir növ belə deyək də maneələr ola biləcək. Bu həyatdır. Yəni həyatın ancaq bir üzü yoxdur da. Yəni hər şey gözəl olacaq deyə bir şey yoxdur. Həyatın pis üzü də var və bunlar da baş verəcək. Yəni bu da bir növ o səbətin içində, paket halında gəlir bizə.
Dolayısıyla reallığı nə qədər qəbul edə bilsən və reallığı görə bilsən, o qədər sənin üçün asan olacaq irəliləmək, nəinki də əksi. Bəzən etmək istəməyəcəksən, bəli, bəzən həvəssiz olacaqsan, bəzən özünü tükənmiş hiss eləyəcəksən, bəzən özünü yetərsiz də hiss eləyəcəksən. Bu hər birimizdə olur. Bəzən insanlar elə düşünürlər ki, biz mütəxəssislər yetərsiz hiss etmirik. Hər şey yəni çox super şəkildə olur və bizdə hər şey qaydasındadır. Əslində belə bir şey yoxdur, Yəni hər birimiz insanıq və zaman-zaman yetərsizlik duyğusunda da bilirik və bu da əslində çox insani bir yerdəndir. Daha sonra isə onu demək istəyirəm ki, həddindən çox hər hansı bir kimliyinə çox bağlanmış ola bilərsən. Məsələn, deyə bilərsən ki, mən həddindən çox tənbələm, mən onsuz yetərsizəm, məndə onsuz bu bacarıqlar yoxdur ki, başlatmaq, liderlik kimi bacarıqlar yoxdur. Amma bu bacarıqlar əldə oluna biləcək bacarıqlardır. Yəni, özünü yenidən inşa edə bilərsən. Sənin əslində unutduğun budur və ya da ki, görməzdən gəldiyin budur. Çünki hər birimizin əksik, zəif yönləri var və biz bunu yenidən inşa eləyə bilərik. Tutaq ki, sənin 2 yaşında olarkən sənin başına gələn hər hansı bir hadisə, tutaq ki, sən ayaqqabını bağlaya bilmirdin və anan dedi ki, sən necə belə bir şey eləyə bilmirsən də, sən necə zəifsən. Tutaq ki, yəni, sən niyə bunu bacarmırsan, niyə bu qədər bacarıqsızsan kimi deyilə bilər və sən orada yetərsizlik yarası almış ola bilərsən və düşünürsən ki, həmin əslində o versiyanı düşünən ki, sən yetərsizsən. Əslində artıq sən müəyyən bir yaşa gəlmisən, yetkinsən, yəni böyümüsən və bunun öhdəsindən gələ bilərsən. Yəni əslində burada düşüncə xətası bilirsən nədir? O yaşda olan versiyan kimi düşünürsən hazırda. Bunu görə bilsən, daha böyük bir yerdən baxa bilsən, əslində yəni özün üçün yeni bir plan qura bilərsən və bu plan üzrə yəni bir növ belə deyək də addımlar ataraq bu yetərsizlik duyğusunu da yəni bir növ məğlub edə bilərsən onu da. Bəzən olacaqmı? Bəzən yəni bir növ belə deyək də bəzən o yetərsizlik duyğusu gələcək zaman. Bu da dediyim kimi yəni bizim hər bir duyğuya ehtiyacımız var həyatda. Çünki həyat bizi inkişaf etdirmək üçün var, böyütmək üçün var. Ona görə də böyümək yalnız sevgi ilə, dəstəklə, yəni yalnız bir nöqtədə bizi poplamaq şəklində, bu şəkildə olmur da. Yəni böyüməyin içində acı da var, bəzən əziyyət də var və biz bəzən o acının içindən keçməliyik. Yəni bu həyatın və bir nöqtədə deyək də bu bir həqiqətdir, yəni bunun hər hansı bir sübuta falan ehtiyacı yoxdur. Yəni ki, bunu başa düşə bilirsən deyə düşünürəm. Daha sonra isə nədən danışmaq istəyirəm? Bir də son olaraq bunu qeyd etmək istəyirəm ki, mənim yalnız bir potensialım var. O potensialımı düşünüm, yəni və ya da ki, meditasiya eləyim, açacağam və o potensialımı açdıqdan sonra hər şey düzələcək. Belə bir şey yoxdur. Sən dəyişən, dönüşən bir varlıqsan. Sənin dəyərlərin, ehtiyacların dəyişir. Sənin özünə və həyata baxış bucağın dəyişir. Dolayısıyla sən böyüdükcə sənin potensialın fərqli bir növbədə yol alır. Və dolayısıyla tutaq ki, sənin yaxşı bir səsin var. Sosial mediada yaxşı bir kreator ola bilərsən də. Yəni ki, hər hansı bir reellər, hər hansı bir mövzular haqqında danışa bilərsən və sonra elə ola bilər ki, sən artıq elə bir mərhələyə gələrsən ki, yox, mən sahəmi dəyişmək istəyirəm, mən səsim qəşəngdir, nə bilim, aktyor olmaq istəyirəm, tutaq ki, nə bilim, müğənni olmaq istəyirəm. Belə bir sahə seçə bilərsən. Yəni bu mütləq deyil də, sənin bir potensialın var deyə o demək deyil də, yəni yalnız bir sahəyə yetinməlisən, bir sahəyə kifayətlənməlisən. Belə bir şey yoxdur. Sən özünə belə bir limitlər qoyduqca ki, mən bu sahədə uğurlu ola bilərəm, bu sahə daha yaxşıdır, bu sahə daha gəlirlidir və ya da ki, mən yalnız bu sahədə olmalıyam, çünki nə bilim, mənim anam atam üçün bu şəkildə uyğundur da, anam atam bu şəkildə öyrədib ki, yəni tutaq ki, bizim nəsil üçün, bizim ailə üçün müğənni olmaq, nə bilim, incəsənət sahəsində olmaq uyğun deyil. Yəni bu biabırçılıqdır. Məsələn, bu kimi səslər gələ bilər beynində və düşünürsən ki, yəni mən ancaq bir sahəni seçməliyəm, bir sahədə olmalıyam. Belə bir şey yoxdur. Əslində burada sən özünü
və həyatın sənə gətirə biləcəyi, verə biləcəyi o fürsətləri, şansları bir növ qaçırırsan, onları limitləyirsən. Ona görə də limit əslində xarici dünyada deyil, daxili dünyandadır. Yenə buna qayıdacağam. Çünki daxili dünyanda zehnində nə qədər olar-olmazlar varsa, nə qədər limitlər varsa, sənin potensialını açıb dünyaya bir növ onu təqdim etməyin, göstərməyin bir o qədər çətinləşir yəni. Ona görə beynindəki, zehnindəki limitlərə bax. Nələr olar, nələr olmaz, nələri etməliyəm, nələri etməməliyəm, kimi bu yerlərə bax. Bir yaz, bax, gör nələri yəni bu şəkildə eləməklə özünü limitləmirsən, yəni bunlara bir bax gör, ondan sonra onsuz yəni sənin potensialının açılmaması, sənin yəni özünü dünyaya və həyata təqdim etməmək mümkün olmayacaq, yəni onsuz o yol səni aparacaq və o içindəki o istək, o passion səni aparacaq, yəni o istədiyin yola. Belə, yəni yol sürprizlərlə doludur. Bəzən bu sürprizlər çox xoş ola bilir, bəzən isə yox. Çünki dediyim kimi, yəni həyat elə bir yerdir ki, bu paket halında gətirir sənə, yəni. Burada içində yaxşı şeylər də olur, içində pis şeylər də olur. Yəni sənə görə pis şeylər ola bilir. Hansı ki, bunlar da səni böyüdən və öyrədən yerlərdir. Çünki həyat bir düz xətt deyil. Belə, dediyim kimi, yəni bunlar sənin, yəni gizli düşmənlərindir ki, hansı ki sən bundan bəlkə xəbərsizsən, bəlkə xəbərin var, amma ki nə bilim adlandıra bilmirsən, bəlkə bir yerə qoya bilmirsən ki, nə baş verir də, yəni niyə mən beləyəm, tutaq ki, niyə mən hərəkət etmirəm kimisindən. Yəni bunlar bir çox hallarda bizim hərəkət etməyimizə və həqiqətən də yəni addım atmağımıza çox mane ola bilir. Dolayısıyla bunların fərqində ol, ayıq ol və özünə qarşı dürüst ol. Öz zəif tərəflərini də gör, güclü tərəflərini də gör. İnsansan, yəni sən mümkün deyil ki, yəni bir növ belə deyək də ancaq güclü olasan və ya da ki ancaq zəif olasan. Belə bir şey mümkün deyil. Özünə qarşı dürüst və anlayışlı olmağa çalış. Çünki bu yolda ən böyük dəstəkçin elə ən birinci özünsən, daha sonrası digər insanlar və ya da ki necəsə o şərait, həyat sənə gətirəcək o dəstəkçilərə. Belə, özünə yaxşı bax. Bu videonu bəyəndinsə, rəylərdə yaza bilərsən öz fikirlərini. Beləcə də YouTube kanalımı izləməyə ala bilərsən ki, videoların davamını izləyə biləsən. Beləcə də məndən individual seanslar almaq istəsən, dəstək almaq istəsən, aşağıda qeyd edəcəyim əlaqə nömrəsindən yaza bilərsən. Belə, yəni sən bu yolda tək deyilsən, mən buradayam, biz buradayıq. Bərabər bu yolu addımlamağı, getməyi öyrənirik. Belə, özünə çox yaxşı bax, hələlik.